Salam, hər vaxtınız xeyir. Xəbərlərin saat 17 olan buraxılışı ilə yenidən qarşınızdayıq. Studiyada Gülşən Aslanovadır. Xəbərlərə keçək. İsrailə güclü dəstəyi ilə seçilən Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın indi müttəfiqi ilə əlaqələrinin korlandığı iddia olunur. İsrailin əməliyyatları davam etdirməklə Ağ Ev liderinin yaxın şərq planlarına mane olması fonunda yaranan ziddiyyətlər onun Körfəz ölkələrinə səfəri ilə daha da gərginləşib. Tel-Aviv mediasında vurğulanır ki, bu, Vaşinqtonun bölgədə əsasən həmin dövlətlərin maraqlarını nəzərə alacağına işarə edir. Bəs Netanyahu hökuməti bununla Qəzza siyasətini dəyişəcək, yoxsa davam etdirəcək? Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın yaxın şərq səfərləri İsrail üçün gözləniləndən daha böyük risklər yaratdı. Yerli mediada yayılan xəbərlərə görə onun Suriya lideri ilə əl sıxışması, xüsusən Körfəz ölkələri ilə milyardlıq ticarət anlaşmaları Tel-Avivə qarşı mesajdır. İsrailin bunu özlərinə qarşı siqnal kimi dəyərləndirməsi isə əbəs deyil. Çünki regionun problemləri fonunda Vaşinqtonun ona investisiya edən ölkələrlə daha sıx əməkdaşlıq niyyətinin olduğu düşünülür. Körfəz ziyarətində prezident Trump'ın İsrail Baş naziri Benjamin Netanyahunu liderlər marşrutundan kənarda saxlaması da sözü gedən ehtimalları doğruldur. Lakin onun addımları sadəcə Tel-Avivlə yaşanan gərginliyə işarə etmir. Analitiklərin fikrincə bu həm də Amerikanı yenidən güclü edəcək deyən 47-ci liderin keçmiş ittifaqların bərpasına dair planıdır. Körfəz turunun Çini regionundan çıxarmağa hədəflənməsini də nəzərə alsaq, bunun hər hansı formada əngəllənməsinə ehtimal verilmir. Eyni zamanda ABŞ-nin bölgə ilə bağlı planlarının əsasən sülh baxımından məhz İsrailin xeyrinə olacağına dair gözləntilər də var. Trump'ın Körfəz ölkələrinə səfəri, burada mühüm sazişlər imzalanması əslində onun İbrahim sazişləri çərçivəsində atılan addımlardır. Böyük ehtimalla Trump burada daha çox İsrail maraqlarına xidmət edən bir addım atır və qeyd etdiyim həmin o İbrahim sazişlərinin də təməl məqsədi İsraillə ərəb ölkələri arasında və digər müsəlman ölkələri arasında münasibətləri normallaşdırmaq və təhlükəsizliyi təmin etməkdir. Vaşinqtonun yeni yaxın şərq strategiyası xüsusən Qəzzanın işğalı ilə bağlı artan beynəlxalq təcrid fonunda da İsrail üçün ciddi nəticələrə səbəb ola bilər. Ona görə də Netanyahu hökumətinin Amerikanın şərtləri altında yeni və daha fərqli bir statusla razılaşmalı olacağı düşünülür. Buna baxmayaraq Netanyahunun həm Qəzza, həm də Suriya ilə bağlı israrlı mövqeyi bu baxımdan şübhələr yaradır. Digər tərəfdən Trump'ın əvvəlki Amerika liderlərindən daha həssas olduğunu düşünən baş nazir Netanyahunun nəticədə özləri üçün təhlükə gözləmədiyi deyilir. Ancaq yaxın şərqin artıq Trump üçün İsrail deyil, məhz öz ölkəsi nöqteyi nəzərdən daha da əhəmiyyət qazanmasını nəzərə alsaq, gələcək perspektivdə Tel-Avivin mümkün təzyiqlərə məruz qalacağını demək mümkündür. Doğu Akdeniz'in yeraltı kaynaklarına erişim ve kontrol altında tutabilmek amacıyla kendi kontrolünde bir İsrail yönetimi dizayn etmeye çalışan Donald Trump, kendi kontrolünden çıkmış görünen Netanyahu ile karşı karşıya geldiği de görülmektedir. Çünkü Netanyahu'nun Amerika Birleşik Devletleri Başkanı Donald Trump'ın çizgisi dışındaki hamleleri Amerika'yı Orta Doğu'da sıkıntılara sebebiyet vermektedir. Lakin qırmızı xətləri qorumaq istəyən İsrailin Həmasla mübarizəni tezləşdirməyə çalışdığı da sir deyil. Çünki Donald Trump üçün prioritet əsasən döyüş əməliyyatlarının qısa müddətdə sona çatdırılması olub. Analitiklər isə İsrailin ən pis halda münaqişə ocaqlarının bir qismindən imtina edəcəyi qənaətindədirlər. Amerikanın artıq Suriyaya sanksiyaların ləğvi prosesinə başlamasını nəzərə alsaq, Tel-Aviv ən azından Suriyaya güzəştə getməli olacaq.